Bilirsiniz, burada sadəcə hakimiyyət söhbəti getdi. Burada şeyin demirdi ki, ey Yezid, sən kafirsən və ya nəsə başqa sözlər işlətmədi. Sadəcə Hüseyin radiyalarını burada Allahdılar, küfərlər, çağırdılar onu, sonra ona xəyanət elədilər. Onun nəticəsində şəhid oldu Hüseyin. Yəni bu dinlə bağlı deyil. İmam Hüseyin əleyhissalam sırf hakimiyyət uğrunda mübarizəyə qalxırdısa, əgər o zaman öz qız uşaqlarını, qadınlarını özü ilə aparmazdı. İmam Hüseyin əleyhissalam dəyər davasına qalxmışdı. İmam Hüseyin əleyhissalamın bütün mübarizəsi bu məqsədə xidmət edirdi. O əməli ilə də bunu sübut etdi. Ən qanlı məqamlarda döyüşün ən qızğın vaxtından, namazı belə vaxtından keçirmədi. Kərbəla səhrasında cəmaatla namaz qıldı və namazın uğrunda savaşdığını bəyan etdi, dəyərlər uğrunda savaşdığını bəyan etdi. Kiçik bir dəstə ilə böyük bir orduya qarşı vuruşan bir şəxs hakimiyyət uğrunda savaşa bilməz. Çünki əgər hakimiyyət uğrunda dava edirdisə, artıq hakimiyyətə yiyələnməsi mümkünsüz olduğu zaman təslim olmalıydı. Çünki yüz neçə nəfərdən ibarət bir dəstə 10 minlərlə ordu ilə savaşa bilməzdi. Amma İmam Hüseyin əleyhissalam özü dedi ki, bu məni iki yol ayrıcında qoyur. Və ya mən zəlilliyi qəbul etməliyəm, ya izzət yolunu seçməliyəm. Ya qılınc, ya zillət. Və ondan sonra o məşhur şüarını səsləndirdi ki, heyhat minnə zillə. Həqiqətən zillət, alçaqlıq, zəlillik bizdən uzaqdır. Və bütün dünyada yaşayan insanlara, qiyamətə qədər yaşayan insanlara həqiqi azadlığın nədən ibarət olduğunu anlattı. Yəni insan canından, yaxınlarından keçməyə hazır oldu, azadlığını itirməmək bahasına. Yəni azadlığını itirməmək üçün bütün varlığını qurban verməyə, başının nizələrə getməsinə razı oldu. İmam Hüseyin əleyhissalamın həyat amalı idi və əvvəldən axıra qədər İmam Hüseynin mübarizəsində bir qətiyyət görürük. Bir an belə naümid olmur. O məqsədə çatdığını anlayır. O başa düşür ki, onun mübarizəsi təkcə öz zamanına aid deyil, gələcək nəsillər də bu mübarizədən ilhamlanacaq və dünyada nəhayətdə 12-ci imamın timsalında bir ilahi düzən formalaşacaq. Və bu savaşın hakimiyyət savaşı olmamasını sübut edən amillərdən biri də məhz bu əzadarlığın yaşamasıdır. Bilirsiniz, tarixdə onlarla, yüzlərlə hakimiyyət uğrunda mübarizələr olub. Bunların hamısı unudulub. Yalnız tarix səhifələrində yaşayır, amma bu hadisə qəlblərdə yaşayır. Min illər keçdikcə milyonlarla insan İmam Hüseyin əleyhissalama yanır, yaxılır və əzadarlıq mərasimləri keçirir. Bilirsiniz, qəlbə hökm etmək olmur. Bunu kimsə insanlara təlqin edə bilməz. Bu qəlbin çağrışıdır və onu sübut edir ki, İmam Hüseyin və onun ardıcıllarının bu mübarizədə hədəfi yalnız və yalnız Allah rizasıdır.